Pay təbliğatının əsas müddəalarından biri belədir. Azərbaycan Arazan şimalı aid edilmir və Azərbaycanda mövcud olmuş xanlıqlar Persiya, Fars xanlıqları idi. Azərbaycan yox. Amma onların himayəçiləri olan o dövrün rus mənbələri tam əksini yazırdılar. Gəlin baxaq. Rusiya imperiyasının ali rütbəli zabiti və kartoqrafı Stepan Burnaşov 1793-cü ildə çap olunmuş əsərində Qarabağı Azərbaycan torpağı kimi, onun hakimi isə Azərbaycanlı adlandırır. O yazı Persiya, yəni Qacar dövləti tərəfindən bütün Azərbaycan xanlarından Şuşalı İbrahim xan Çarla 26 il dostluq münasibətində olub. Diqqət yetirin, 1793-cü il Ruslar Qarabağ xanlığını Azərbaycan xanlığı, onun hökmdarını isə Azərbaycan hökmdarı kimi tanıyırdı. 1828-ci ildə Burnaşovun Azərbaycanla bağlı qeydlərinə statları dərc edən Rus tamaşaçısı jurnalı təəccüblə qeyd edirdi. Biz oxucularımıza təsadüfən rast gəldiyimiz ədəbiyyatımıza nadir sayıla biləcək köhnə bir kitab haqqında məlumat veririk. Azərbaycan ümumi adı altında Burnaşov o dövrdə Persiya dövlətinin bir neçə bölgəsinin birləşdirilməsini və ərazisini nəzərdə tuturdu. Bura Dərbənd, Nuha Şəki xanlığı, Şirvan, Bakı, Şuşa, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Talış, Mişkin, Ərdəbil, Təbriz, Marağa, Urmiya və Xoy mülkləri daxil idi. Gördüyünüz kimi 19-cu əsrin əvvəllərində bu torpaqları Çar Rusiyası Azərbaycan adlandırırdı. Lakin sonrakı dönəmlərdə Azərbaycan bir neçə quberniyalara bölündükdən sonra bu adın istifadəsi birmənalı olaraq aradan qaldırıldı.